Növbəti video materialımız mədəniyyət xəbərlərinin əməkdaşı, yazıcı tərcüməçi Məmməd Məmmədlinin yeni kitabının təqdimat mərasimindəndir. Yazıçılar Birliyində müəllifin Yerdələnin 1-ci mərtəbəsi adlı povesti ictimaiyyətə təqdim olunub. Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edildi. Gələcəyə bəslədiyi ümidlərini elə günəşlə birgə üfüqün arxasında itirdi. Ancaq insanların itirdiyi tək azadlıq deyildi. Bu cümlələr ilk oxunuşda kino fraqmenti kimi təsəvvürümüzdə canlansa da, yazıcı tərcüməçi Məmməd Məmmədlinin Yerdələnin 1-ci mərtəbəsi kitabından bir hissədir. Diqqət cəlb edən məqam povestin retrospektiv tərzdə yazılması, hadisələrin sonunun kitabın əvvəlində öz əksini tapmasıdır. Mənim seçdiyim mövzular uzaq ulduzlardan gəlmələr, yerdən kənar sivilizasiya, naməlum uçan aparatlar, uçan obyektlər haqqındadır. Burada belə bir məqam yaranır ki, onlar bir tərəfdən maraqlıdırlar, biz onlar haqqında yazaq, digər tərəfdən onlar bizimlə birbaşa kontakta girməkdən yayınırlar. Sual da ondan ibarətdir ki, bax onlar bizdən nə istəyirlər? Mən Yerdələnin 1-ci mərtəbəsində də çalışmışam ki, bu suala cavab verim. Mən bu tədbirdə iki missiya ilə çıxış eləmək fikrindəyəm. Həm valideyn kimi, ana olaraq, həm də bir qələmdaşım kimi. Məmmədin bu yaradıcılıq yoluna gəldiyi müddət hamısı mənim gözümün qarşısında olub. Məmməd bu yaradıcılıq yoluna deyim ki, o cığırı özü açıbdır. Özü gəlib. Mən hələ onu yolun başlanğıcında görürəm. Yadımdadır ki, 6-cı sinifdə oxuyanda hələ o yuxarı siniflərdə keçən astronomiya kitabını əzbər bilirdi. Yəni səma cisimlərinə maraqlanırdı. İndi onun 2-ci kitabında da əsasən fantastik povestidir. Yerdələnin 1-ci mərtəbəsi kitabının Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində Məmməd Məmmədlinin qələm dostları, yazıçılar, elm adamları iştirak etdilər. Qonaqlar yeni nəşr haqqında fikirlərini bölüşdülər, müəllifin tərcümə əsərlərinin uğurlu alınmasından, həmçinin mövzu seçimindən və yazı üslubundan danışdılar. Məmməd mənə müraciət elədi. Dedi, mən Yerdələnin 1-ci mərtəbəsi adında bir əsər yazmışam, bir yerdə oxudum. Bu mənə povesti, uzun hekayəni povesti xatırlatdı və ifadənin özü dərhal diqqətimi çəkdi. Çünki Göydələn birisi ki, Bakıda çox dəbdədir, müasir dövrdə, amma Yerdələn adında bir yer tapmaq və oradakı insanı təsvir etmək mənə bu maraqlı gəldi və mən ona Nəsrin mərtəbəsi adında ona bir yazı yazdım, ön söz yazdım. Biz onun Yerdələnin 1-ci mərtəbəsi adlı povestlərdən və hekayələrdən ibarət kitabının təqdimatındayıq. Olduqca maraqlı təhkiyəsi, üslubu var. Eyni zamanda həm biraz fantasmaqarik, biraz belə deyək, magik realizmin elementlərindən istifadə olunmuş və ustalıqla yazılmış əsərlərdir. Təqdimat mərasimində bildirildi ki, kitaba müəllifin retrospektiv tərzdə yazdığı Axırıncı Yol Qəhvəxanası povesti və daha 3 hekayəsi daxil edilib. Qeyd edək ki, Məmməd Məmmədli həm də Mən atamı xatırlamıram, Zülmətdən doğan günəş, Ətrafın dərin qatlarında hekayələrinin həm də Ay işığı povestinin İspan dilində tərcüməsinin müəllifidir. Gülarə Quliyeva, Zaur Bayramov, Xavər Zayrova, Mədəniyyət xəbərləri.